Azərbaycan cəmiyyətinin ümumiyyətlə övlad oxutdurma bir şeyi var ki, əsas diplomu olsun, oxumaq elə də önəmli deyil. Səncə ümumiyyətlə Azərbaycan universitetlər həm də insan, gələcəyə bir fərd yetişdirirmi, yoxsa sadəcə biliklə kifayətlənirmi? Əgər evladınız ADA-da oxuyursa, əgər evladınız Xəzər Universitetində oxuyursa, əgər evladınız Qafqaz Universiteti, bilmirəm hal-hazırda var yoxsa bağlanıbdır, varsa da Azərbaycanda belə deyək də ən ünlü təhsil ocaqlarından birinə çevrilmişdi vaxtında. ABU var idi, Beynəlxalq Universiteti yadımıza gəlir. Gör nə qədər adam oradan çıxdı. Yəni bunlar diplomdurmu bu? Ukraynanın özündə məsələ $700 MAUP var idi, Международная Akademiya Upravleniya Personalım. Hər il 1000 nəfərə yaxın azərbaycanlı gəlirdi ora, qəbul olurdu. 4 ildən sonra heç rus dilini bilmirdilər. Ona görə yəni oxumaq xatirinə oxumaq bu bir imitasyondur. Qız üçün cehizlikdir. Oğlan üçündəki bir özgüvəndir ki, mən adam tanıyıram ki, taksi sürücüsü işləyir, deyir mənim təhsilim olmayıb. Yəni insan evladına da bir ümid kimi yanaşır da. Heç olmasa oğluma bunu edim.